neçə ildir hamiləlik yoxdur? Bir ildir. Bir ildir. Neçə düşüşlər olub? 4 tane. 4 düşüş olub. Neçə uşaq var? 2. 2 uşaq var. Yaxşı. Sonuncu uşağın yaşı neçədir? 8. 4 düşüş var. Qan qrupları müsbət mənfidir, hər ikisi atadan anadan müsbət qan qruplarıdır. İltihab, vaginal qaşıntı, çirk belə bir şey yoxdur. Yaxşı. Qalxanvari vəzi hormonları nə vaxt yoxlanıb əvvəllər? 1 il. Sonraki sonsuzluq deyəndə 1 ildən və 2 ildən çox hamiləliyin olmaması deməkdir. Lakin bu xəstədə sonsuzluq deyil, uşaq düşüşləri daha çox müşahidə olunmuşdur. Qalxanvari vəzi hormonlarında dəyişikliklər 1 il ərzində müşahidə olunmuşdur və əsasən düşüşlər zamanı ilk növbədə, əgər uşaq varsa, ailədə ilkin uşaqlar varsa, növbəti düşüşlər müşahidə olunursa da, bu zaman vaginal infeksiyaların mütləq müayinəsi olunmalıdır. Qarmonal pozğunluqların yoxlanılması mütləq vacibdir. İlk növbədə genetik təhlillərin araşdırılması və qan qruplarının uyğun olub-olmaması mütləq araşdırılmalıdır. Çünki bəzən qadın və kişilərin qan qruplarında qız uşaqları, qız övladları olur və oğlan övladları hər zaman düşür deyərək belə bir mülahisələr deyirlər. Əslində bunun belə bir düzgünlüyü var ki, əgər atanın qan qrupunda müşahidə oğlan dölü inkişaf edən zaman atanın qan qrupundan götürərsə və bu zaman düşüşlər müşahidə oluna bilər. Çünki ananın qan qrupu ilə konflikt yarana bilər. Bunun biz qarşısını almaq üçün bir neçə müayinələrimizi edirik və bunun ilkin olaraq qarşısını alaraq ginekoloq tərəfindən o müalicələr davam etdirilir və düşüşlərin qarşısı alınır.